Salam hər kəsə. İndi bizim mövzumuz 5-ci sinifdəndir. 5-ci sinif üzrə biz artıq demək olar ki, dərslərimizi bitirmək üzrəyik. Burada da mən bu sualları hazırlamışam ki, əvvəl keçişlərimizi təkrarlayaq. Yəni öyrəndiklərimiz bizim yadımızdan çıxmasın. Özünüzü yoxlayın görün, nə öyrənmisiniz, nələr yadınızda qalıbdır. Onun üçün hal-hazırda 1-dən 10-cu dərslər daxil, 10-cu dərsə qədər suallar hazırlamışam. Cəmi 50 sual var. İndi o sualların 25 dənəsinin burada mən izahını deyəcəm sizə. Öncə gəlin siz özünüz suallara baxın. İstəyirsiniz saxlayın videonu ya şəklini çəkin. Sonra dəftərinizdə işləyin. Ondan sonra videoya baxın ki, nəsə öyrənəsiniz. Görün özünüz nə bilirsiniz. Cavabın bilmədiklərinizi artıq mən başa salacağam. İlk 4 sualı görürük. Dördüncü sual. Azərbaycanda ilk insanların yaşadığı ən qədim mağara hansıdır? Ondan sonra növbəti 4 sualımız. 9 və 12-ci suallar. Şəklini çəkin. 13 və 16. 17 və 21. 22 və 25-ci suallarımız. İlk 25 sual. Amma növbəti mən 25 sualı da sizə burada göstərirəm ki, özünüz dəftərinizə yazın, onları cavablandırın. Onun da videosunu yaxın günlərdə yenidən paylaşacağım. Baxın, görün nələri düz yazmısınız. Bilmədiklərinizi də öyrənin. 26 və 29-cu suallar. 30 və 34-cü suallar. 35 və 38. 39 və 43-cü suallar. 44 və 47. Son olaraq da 48 və 50-ci suallar. Bu suallar 1-dən 10-cu dərslərdəndirlər. Həmin dərsləri təkrar edib daha sonra bu videoya izaha baxmağınız daha yaxşı olar. Başladıq ilk sualımızdan. Birinci sualda deyir ki, insanların ilk vaxtlar zaman ölçüsü nə olmuşdur? Fikirləşirsiniz. Yəni, belə deyək də, bizim əlimizdə saatımız yoxdur. Heç bir cihazımız yoxdur. Biz necə bilərik ki, saat neçədir? Bunu təxmin edə bilərik. Gün hardasa göyə baxsaq, ortada görsək, bilərik ki, saat 3-dür. Yaxud gecə olduğunu, hava qaranlıq olanda bilirik ki, deməli, hava gecədir, qaranlıqdır. Axşam saatlarıdır. Deməli, biz nəyin köməyi ilə istifadə edirik? Ay və günəşin. İlk vaxtlarda zaman ölçüsü insanların gecə və gündüz olmalıdır. Deməli, burada cavabımız gecə və gündüz. Köç səbəbləri hansılardır? Bunu mən daha ətraflı video çəkmişdim. Həmin videoda izahı var. Ora baxa bilərsiniz. İnsanların köç səbəbi. İnsanlar bir yerdə yaşayırsa, onlar başqa yerə niyə köçsün ki? İndiki dövrdə məsəl üçün başqa universitetdə oxumaq üçün, xarici ölkədə təhsil almaq üçün, xarici ölkədə işləmək üçün həmin yerlərə gedirlər. İnsanlar köçür, öz yaşayış yerini dəyişir. Qədim dövrdə isə köç səbəbləri nələr olmuşdur? Tez-tez baş verən müharibələr. Daha sonra iqlim, yəni iqlim də nə idi? Havaların soyuqlaşması, istilənməsi, bunlar hamısı təsir göstərirdi insanların köçməyinə. Üçüncü sualımız, yəni ikinci sualın ardınca özünüz videodan baxa bilərsiniz, daha ətraflı. Daha sonra burada təbii fəlakətlər olurdu. İnsanların yaşadığı yerlərdə tez-tez zəlzələlər baş verirdi. Buna görə insanlar köçürdülər. Azərbaycan ərazisində də paytaxtımız əvvəllər Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı idi. Lakin 1192-ci ildə Şamaxı şəhəri yerlə yeksan olur. Yəni zəlzələ olur, dağılır. Buna görə də Şamaxını artıq Şirvanşahların paytaxtı olur, Bakı şəhərinə köçürülür. İndi bizim gördüyümüz bir çoxumuz görmüşük, yaxud bilirik. İstəsəz internetdə də yazıb baxa bilərsiniz. Şirvanşahlar sarayı var. Həmin saray da Bakıda Şirvanşahların mərkəzi olmuşdur. Şirvanşahlar həmin sarayda əyləşirdilər. Qədim türklər vətənə nə demişlər? Qədim türklər vətənə
yurd demişdilər. Azərbaycanda insanların yaşadığı ən qədim mağara hansıdır? Dördüncü sualımıza baxırıq biz. Ən qədim mağara insanların Azərbaycanda Azıq mağarası olmuşdur. Alt çənə sümüyünə görə Azərbaycan hansı xəritəyə daxil olunmuşdur? Burada əsasən qitələrdən deyiriksə, biz Avrasiya materikində yaşayırıq. Avrasiya materiki də bölünür iki yerə, iki qitəyə, Avropa və Asiya qitəsinə. Azərbaycan hal-hazırda Asiya qitəsində yerləşir. Amma bu tapıntı o qədər qədimidir ki, Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil olunmuşdur. Avropanın ən qədim sakinləri. Növbəti sual. Alimlər odun əldə olunmasını nə adlandırırdılar? Bunu insanın təbiət üzərində qələbəsi. Çünki o vaxta qədər insanlar təbiətdən qorxurdular, asılı idilər. Yəni mağaralarda gizlənirdilər, heyvanlardan qorxurdular, çətinliklə xırda heyvanları ovlaya bilirdilər, özləri təbiətin qurbanı olurdular. Ya sel daşqınları gəlirdi, insanları məhv eləyirdi, ya vəhşi heyvanlar. Amma artıq od əldə olunandan sonra insanlar heyvanları bununla qorxuda bildilər. Yəni heyvanlar oddan qorxurlar. Artıq od olan yerə heyvanlar gəlmirdilər. İnsanlar təbiidir ki, ona qədər əldə olunan qidanı çiy yeyirdilər. Yəni siz əti çiy yeyə bilərsiniz, əlbəttə ki, yox. Amma o dövrdə artıq insanlar əti çiy yeyirdilər. Od kəşf olunandan sonra onu bişirərək yeyirlər. İlk dəfə odu da belə əldə etmişdilər insanlar ki, şimşək çaxmışdı meşəyə. Bu şimşək çaxanda da ağaclar yanmışdı. Meşə yanğınına çevrilmişdi. Yaxud isti havalar olanda meşə yanğınları olur. Biz bunu xəbərlərdən tez-tez görürük. Bunlar olduqdan sonra insanlar görüblər ki, bu yanğın olur və yanğından da qaçıblar onlar, qorxublar. Görə biliblər ki, bu od da bir fəlakətdir. Amma tədricən yanğın sönəndən sonra onlar yanmış ərazidə gəzdikdə görürlər ki, burada heyvanlar olur, yanır və ac insandır da. Birinci qorxurlar, amma sonra ac qalmaqdansa həmin o yanmış heyvanlar olur da. Yanmış heyvanı yeyir. Görür ki, bu yanmış heyvanın ətinin dadı çiy ətdən daha dadlıdır. Beləliklə özləri artıq əti bişirməyə başlayırlar. Deməli, 6-cı sualımızın cavabı oldu ki, insanın təbiət üzərində ən böyük qələbəsi. Növbəti. Qobustan daş karxanasında işlər nə zaman aparılırdı? Bunun cavabı isə 1940-cı illərdir. Bu xronologiya ilə bağlıdır. Belə sualları əzbərləmək lazımdır. Azıq mağarasını araşdıran alim kim olmuşdur? Bu alim Azərbaycanlı idi. O Azıq mağarasında araşdırma aparmışdı. Bu alimin deməli adı Məmmədəli Hüseynov idi. Məmmədəli Hüseynov Azərbaycanlı idi. Azıq mağarasında araşdırma aparıb. Biz bilirik ki, Azərbaycanın başqa qədim tapıntılarından biri də Qobustan qayalıqlarıdır. Bu Qobustan qayalıqlarını araşdıran isə, yəni Azərbaycan o qədər qədimdir ki, bura xaricdən arxeoloqlar gəlmişdi. Bu arxeoloqlardan biri də Tur Heyerdal idi. Tur Heyerdal Qobustan qayalıqlarını araşdırmışdı. Qısaca Qobustanı araşdırmışdır yazdım. Qobustan qoruğu öz nadir tapıntılarına görə hansı təşkilatın ümumdünya siyahısına daxil edilmişdir? Bu təşkilat UNESCO-dur. UNESCO-nun mənasını özünüz araşdırın, görün nə deməkdir. İnsanların ilk məşğuliyyəti nə olmuşdur? Yəni belə təsəvvür eləyin ki, heç nəyi olmayan insan da, heç nəyimiz yoxdur. Biz hal-hazırki evlərdə yaşamırıq, çöl şəraitindəyik. Getmisiniz meşəyə, yanınızda heç nə yoxdur. Ya ac qalmalıyıq. İnsan da ki, ehtiyacını ödəməlidir də. Bizim ehtiyaclarımızdan biri də qidalanmaqdır. Yəni buna su içmək daxildir. Məsəl üçün su içmək rahatdır, deyəsiz bir yerdən bir su tapacağıq. Axar bir yerdən su içəcəyik. Bəs qidalanma necə? Bizim həyatda qalmağımız üçün yemək yemək də vacibdir. Nə isə ovlamağa çalışmalıyıq ki,
həyatda qalaq da. İlk insanlarda elə olmuşdur. Ya ovlamaqdan da başqa, məsəl üçün eləniz olacaq deyəcəksiniz ki, müəllim biz ov əti yemirik, məsəl üçün ət yemirik. Nə yeyəcəksiniz? Bitkilər, görmüsünüz də yəqin ki, ağaclarda meyvələr. Yəni bu ağacda olan meyvəni biz yığırıq, heyvanları da ovlayırıq. Deməli ilk məşğuliyyət nə olacaq insanların? Heç nəyi olmayan insanların, heç nədən başa çıxmayan insanların ilk məşğuliyyət ovçuluq və yığıcılıq. Gəldik, ilk metalımız hansılardır? İnsanların kəşf elədiyi ilk metal mis olmuşdur. Amma mis yumşaq idi. Yəni o dövrdə misdən çox istifadə olunmurdu. 6-cı sinifdə biz bunu keçəcəyik. Mis eneolit dövründə kəşf olunur, amma yenə də insanlar daş alətlərdən istifadə edirdilər. Daha sonra misin tərkibinə müxtəlif maddələr qataraq, qalay, qurğuşun kimi tunc əldə eləyirlər. Bundan sonra da böyük bir tunc dövrü başlayır və tunc dövrü də 3 yerə bölünür. Erkən, orta, son tunc dövrlərə. Həmin tunc dövründə insanlar artıq tunc dövrünə qədər qəbilələrdə yaşayırdılar. Tunc dövründən sonra isə qəbilələr birləşir, daha böyük bir kollektiv yaradırlar. Yəni qəbiləyə qədər ulu icma idi. Ulu icmada insanların sayı az olurdu. Onlar bayaq dediyim kimi mağaralarda birləşirdilər, vəhşi heyvanlardan qorunmaq üçün toplu halda yaşayırdılar. Yəni zərurət idi. Tək qalsalar bilirdilər ki, yaşaya bilməyəcəklər. Ona görə onlar ulu icmada birləşirdilər. Daha sonra ulu icma ləğv olur. Üst paleolit dövründə artıq ulu icma birləşir qəbilələrdə. Qəbilələr də tunc dövrünə qədər mövcud olur. Yəni qəbilələr insan toplumu deməkdir də. Məsəl üçün sizin sinifdə bir yerdə olduğunuz sinifdir də, sinif ortamıdır, kollektivdir. O dövrdə də insanların birləşməyi qəbilə adlanırdı. Daha sonra qəbilələr birləşir, bir neçə çoxlu qəbilə birləşir. Bu da olur tayfa. Kahinlər kimlər idi? Kahinlərə qısaca deyirik biz din xadimləri. Din xadimləri idilər. Tur Heyerdala görə Azərbaycan kimlərin məskunlaşdığı yer olmuşdur? Tur Heyerdal hesab eləyirdi ki, o gəmi izlərinə görə, yaxud buradakı qamışların növünə görə hesab edirdi ki, məhz Vikinglərin, onun cizgi filmi də var, yəqin ki, baxmısınız. Vikinglərin yaşadığı ilk yerlərdən biri Azərbaycan olmuşdur. İstehsal təsərrüfatı nədir? Yəni bir var istehsal, bir də var istehlak etmək. İstehsal odur ki, nə isə istehsal, nə isə düzəltmək. Yəni məsəl üçün əkinçi sahəsində ağac əkir, bu ağacdan alma yığır. Deməli alma istehsal eləyir. Yaxud da sənətkar bizim əyləşdiyimiz belə stollardan düzəldir. Yəni bunu istehsal eləyir də, özü düzəldir. Bir də var istehlak etmək. Biz bu stolu alıb biz istifadə eləyirik. Biz bunu istehlak eləyirik, alırıq deməli. Bunu satan istehsalçıdır, alan istehlakçı. Qədim dövrlərdə də insanların ovçuluq və yığıcılığı var idi, mənimsəmə. Mənimsəyirdi, özü düzəltmirdi, ancaq təbiətdən mənimsəyirdi. Bu istehlak idi. Yəni ovlayırdı. Hazır məsəl üçün meşədə olan ağacların meyvəsini yığırdı. Özü heç bir əziyyət çəkmirdi də. Bu oldu istehlak. İstehsal isə yenə toxunaq qədim dövrlərə. Artıq mezolit dövründən sonra insanlar başlayırlar heyvanları əhilləşdirməyə. Fikirləşirlər ki, gedib uzaq yerdə heyvan ovlamaqdansa, bunun elə balasını böyüdək. Böyüyəndən sonra bunun südündən, ətindən özümüz istifadə eləyərik də, çox əziyyət çəkməyək. Özü burada əziyyət çəkir. Deməli burada bir istehsal var. İstehsal və istehlakın da mənasını öyrəndinizsə, keçirik 18-ci suala. Dövlətin 6 əsas əlamətini yazırıq. Nələri olmalıdır dövlətin? Bir neçəsini mən yazacağım, qalanını siz yazın. Dövlətin olmağı üçün dövlətin ordusu olmalıdır. Dövlətin qanunu. Qanun indi Azərbaycanda nə deyirik biz buna? Konstitusiya deyirik. Qanunu. Daha sonra dövlətin olmalıdır xəzinəsi, onun ərazisi, sərhədləri. Bura mən üçün yazdım, qalanını da ipucu verdim.
Ardını özünüz düzəldin. Dövlətin altı əsas əlaməti hansılardır? Bunu şərhlərdə yazın, baxacağam. Sonra istəsəz 25-dən əgər bilirsinizsə 50-ci testə qədər də şərhlərdə cavabını yaza bilərsiniz. Azərbaycanda ilk dövlət hansı olmuşdur? Azərbaycanda tarixində çoxsaylı dövlətlərimiz yaranmışdı bizim. Bu dövlətlərdən ən birinci yaranan dövlətimiz isə Manna dövləti idi. Mannanın paytaxtı hansıdır? Elə 20 və 21-ci sualların cavabı buradadır. Mannanın paytaxtını həm Mannanın paytaxtı, həm də padşah şəhəri İzirtu şəhəri idi. İzirtu. Və Manna dövlətinin başçısı da burada adını yazmışıq. İranzu idi. Həm də müdrik hökmdar adlandırırıq onu. Çünki Mannanı Assuriyaya tabe olsa da müstəqil düşmənlərə qarşı mübarizə aparan bir dövlət haline gətirmişdi. Canişinlik sistemi yaratmışdı. Dövləti özü tək başına sərbəst idarə edə bilirdi. İranzunun qarşısında iki mühüm vəzifə dururdu. Bunlardan biri o idi ki, Urartuya qarşı mübarizə aparmaq. Çünki Urartu dövləti var idi Mannanın qonşusunda. Biz də indi Ermənistanla düşman olduğumuz kimi, daha doğrusu Ermənistan bizim torpaqlarımıza göz dikdiyi kimi Urartu da Mannanın torpaqlarına göz dikirdi. Urartuya qarşı müdafiə etmək qalırdı. Deməli, bu səbəblərdən biri o idi ki, Urartuya qarşı müdafiə olunmaq. İkincisi də o idi ki, Assurlarla, yəni əsas cəhətimiz budur bizim. Assura qarşı, Assurla belə deyək ki, ittifaq yaratmaq. Assurla ittifaq yaratmaq. Yəni ümumi buna biz deyirik, dövləti gücləndirmək. Sizin kitabınızda da var, daha ətraflı oradan da baxa bilərsiniz. Amma ən əsas İranzunun qarşısında iki mühüm vəzifəyə biz deyə bilərik. Urartuya qarşı müdafiə, Assurla ittifaq, sonra İranzunun canişinlik sistemi, dövləti bir mərkəzdən idarə etmək. Müdrik hökmdar kim idi? İranzu. 24-cü suala gəlib çatdıq. Deməli, axırlara yaxınlaşırıq biz. Makedoniyalı İskəndərin imperiyası parçalandıqdan sonra Azərbaycanda hansı dövlətlər yarandı? Azərbaycan tarixində ilk dövlətimiz oldu, Manna. Daha sonra isə Makedoniya imperiyası parçalandıqdan sonra iki dövlət yarandı. Bu dövlətlərimizdən biri Atropatena, digəri isə bilirəm ki, oradan hamınız deyirsiniz, Albaniya dövləti idi. Atropatena dövlətini kim yaratdı? Atropatena dövlətini yaradan adamın adı ilə Atropat olmuşdur. Belə. Bir daha deyirəm, növbəti 26-dan 50-ci sualları dəftərinizdə yaxud da bilirsinizsə cavabların şərhlərdə yaza bilərsiniz. Vaxtım olduqca hamısını bir-bir yoxlayacağım. Bugünlük bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.